Salam. Mən inşallah bu günləri sizinlə olduğu kimi davam edirik. Mövzumuz şəhid və şəhadət məsələsidir. Şahid nədir, şəhid nədir, şəhadət nədir deyə danışdıq. Birinci müqəddiməmizi qurmuşduq və ondan sonra bu müqəddimədə dedik ki, bunu 6 kateqoriyaya bölərək danışacağıq və bizim mərkəz ayəmiz Ənam 19-cu ayət olmuşdur və Ənam 19-cu ayətdən yola çıxaraq Quranda 123 ayədə 160 dəfə işlənən kəlməni bu kateqoriyada bölərək ələ almağa çalışacağıq və birinci kateqoriyada Allahın şahidliyindən danışdıq. İkinci kateqoriyamızda dedik ki, inşallah Quran necə şəhid olur, nəyə şahidlik edir, Peyğəmbər niyə şahid yox, daşıyıcı olur, bu mövzuları inşallah ələ alacağıq. İndi isə keçək üçüncü hissəyə. Bu üçüncü hissə ikinci kateqoriyanı açıqlayırıq. Üçüncü hissə səs yazmamızda ikinci kateqoriyanı açıqlayırıq. Qur'anın şəhidliyini, yəni şəhid olmasını ortaya qoyacağıq. Əsas sual budur. Qur'an şahiddirmi, yoxsa şəhiddirmi? Cavab veririk bu suala ki, Qur'anda bu kəlmə açıqdır. Qur'an şahid deyil, şəhiddir. Yəni dəlil gətirmir, dəlilin özüdür. Yəni zaten dəlil özü şəhid olur. Şahid olmaz. Yusuf surəsi ilə biz bunu göstərmişdik ki, Yusufun dəlil gətirənə şahid deyir, ortaya qoyduğu dəlilə şəhid deyir ayə. Ona görə də bunu çox izaha ehtiyac yoxdur. Zaten dediyim ayətlərə diqqət edən adam başa düşəcəkdir. Yəni dəlil gətirmir, dəlilin özü olur dedik. Ənam 19-cu ayədə Qur'anın statusu, yəni yenidən belə deyək də, amma dərin olaraq bir ifadəni ortaya qoyur. Və uhiyə ileyyə həzəl Qur'an liunzirakum bihi və mən bələğə. Burada 3 mərhələ var. 1. Allah şahiddir. Diqqət edək. Allah şahiddir. Qur'an nazil edilən höccətdir. Nəbi çatdırandır. Diqqət elədiksə də 3 mərhələ var. Bu Qur'an mənə vəhiy olunur ki, onunla, özü də çox maraqlıdır, bihi, liunzirakum bihi, onunla sizi və mən bələğə və yetişəcəyi kəsi, kimsəni nağarım, qorxudum, xəbərdar edim deyir. Bihima demir, o ikisi ilə demir, tək bir şeylə. O da nədir? Həzəl Qur'an, bu Qur'andır. Aydındır. Deməli, burada Allah oldu şahid, Qur'an oldu nazil edilən höccət və Nəbi oldu isə nəyi? Unzirə eləyir, nəzirli edir, çatan kəsi, yetişən kəsi. Yəni, bu aracılığı, yəni Allahın şahidin, şəhidinin daşıyıcısıdır bu. Bu burada ortaya çıxır. Ayədə diqqət olması nədir? 1. Onunla sizi qorxudum, xəbərdar edim deyir. 2. Öz fikrimlə demir. 3. Başqa mənbələrlə demir. Aydın oldu? Təkcə onunla bihi. Deməli, şahidlik Qur'anla olur. Qur'anın yanında əlavə şahid yoxdur. Qısa və net olaraq ayət bütün Qur'andan başqa kitabların dəlil qaynağı olduğunu, dəlil hesab edilməsini burada neynir? Puç eləyir, alt üst eləyir. Kim bundan başqa bir dəlil qaynağı ortaya qoyursa ayənin davamı Allahın yanına ilah qoyduğunu deyir. Bu ayət bir dənə İbrahimin baltası bütü sındıran kimi bir baltadır ki, bütün qaynaqları alt üst eləyir. Yusuf surəsi 111-ci ayə. İfadə budur. Mə kənə hədisən yuftərə və ləkin təsdiqəl-ləzi beynə yədəyhi və təfsilə likulli şeyin. O Qur'an deyir, nədir? Uydurulmuş bir hədis olmayıbdır. Mə kənə hədisən yuftərə. Uydurulan bir hədis deyil deyir. Əksinə
fantastikdir deyir. Hansı ki onların iki əlinin arasındakı şeyi və yaxud da özündən öncəki şeyin, yəni o Qur'anın özündən öncə gələn Allahın vəhiylərinin nəyidir? Təsdiqidir və təfsilə kulli şeyin və hər bir şeyin təfsilidir deyir. Ayət bunu deyir. Qur'an, bu ayəti niyə gətirdim? Bir dəqiqə diqqət eləyin indi. Qur'an nədir sualını qoyun və bu ayəni oxuyun. Uydurma deyil. Ayə bunu deyir bizə. İkinci, Qur'an nədir? Qur'an təsdiq edir. Təsdiqləyicidir. Üç, Qur'an nədir deyə bir sual yenə qoysaq, hər şeyin təfsilidir deyir. Muhtəşəmdir də, düzdür? Hansı kitabın belə sifətləri var. Burada təfsil kəlməsinə daha çox sizi cəzb edirəm. Təfsil nədir? İzah demək deyil təfsil. Dəlillərin açıq şəkildə ortaya qoyulmasıdır təfsil. Təfsil fasələ, yəni fasilə məsələsi, ayırma deməkdir. Yəni bir şey ki bağlıdır, onu açır, aşkara çıxardır, ortaya qoyur yəni. Aydındır, gün kimi eləyir yəni. Qaranlığı ayıraraq günəşi ortaya çıxması olur təfsil. Anlaşıldı nə demək istədiyim? Qur'an təfsildir. Yəni həqiqəti sənin önünə sərən bir kitabdır yəni. Bunu bura qədər anladıqsa da o izah edir demək məcbur onu elə çatdırırıq ki, ədəbi dildə olsun. Amma sözün həqiqətində isə təfsil kəlməsi, yəni gizli olanları aşkara çıxardıb ayan bəyan sənin önünə sərməyinə deyilir təfsil yəni. Hud surəsinin 17-ci ayəsinə baxırıq. Bu ayət dəhşət, çox ağır bir ayədir. Bu ayətə çox diqqət eləməyimiz şərtdir. Xüsusən bir ifadəni burada üstündə dayanacağım ayənin. Hud 17 böyük bir ayətdir. Bir dənə yeri var. Vaxt məsələsinə görə, məhdudluğuna görə o yerinizə deyəcəm. Əfəmən kənə alə bəyyinətin min rabbihi və yətluhu şahidun minhu. O kimsə kimidirmi ki, olmuşdur alə, kana alə bəyyinəti, öz Rəbbindən olan bir bəyanat üzərində olan kimsə kimidirmi? Və yətluhu və yətlu və tilavət edir hu, onu şahidun minhu. Bax, fikir ver, ondan olan bir şahid. Bax, bu şahid kəlməsinə görə. Nə demək istəyir bu ayə? Burada çox incəlik vardır. Bəyyinə açıq dəlildir. Şahid onu təqib edəndir. Diqqət elədiniz. Bəyyinə apaçıq Rəbbindən olan dəlilə deyilir. Və onu tilavət edən şahid minhu. Ondan olan bir şahid onu tilavət edir deyir. Yəni şahid onu nağarır, təqib edir, yansılayır. Allah deyir Şəms surəsində bir ifadədə and olsun və şəmsi və duhahə vəl qəməri izə tələhə, tilavət eləyir. Nəyi? Günəşi. Günəşdən aldığı ışığını yansıdır, ötürür. Nə artıq, nə əksik. Nə var onu? Olduğu kimi yəni. Bir şahid, ondan bir şahid ifadəsini gətirir ayə. Yəni təqib edən bir şahid. Bu şahid kimdir? Sualını qoyun ortalığa. Cavab bilirsiniz nədir? Ayət deyir ki, burada cavab şahid nədir? Qur'anın özüdür burada. Yəni Qur'an özünü dəstəkləyən dəlildir. Kənar şahidə ehtiyacı olmayan dəlildir. Kənardan onun öz dəlilini ispat eləməyə ehtiyacı yoxdur. Özü özünü tilavət eləyir, özü özünün şahidliyini eləyir. Yəni Qur'an özü özünü dəstəkləyən bir dəlildir. Kənar şahidə ehtiyacı yoxdur. Bu ayə hədis sistemini metodoloji olaraq ləğv eləyir. Alt-üst edir, dağıdır. Baxın, Zuhruf surəsinin 43-cü surənin 44-cü ayəsi var.
Bu ayə çoxlarının əzbəridir. Bu ayətə önəm verirəm bu məqaləmizdə, bu mövzumuzda. Və innehu lezikrun leke və liqavmike və səvfə tusəlun. Və həqiqət budur ki, yəni və innehu həqiqətən o, yəni Qur'andan danışır ayə, lezikrun əlbəttə zikirdir, ləkə sənin üçün və liqavmikə və sənin qövmün, toplumun üçün və səvfə və tezliklə tusəlun sorğu-sual olunacaqsınız. Qur'an zikirdir, hesab mövzusudur deyir ayə. Yəni hesab mövzusu olduğunu sorğu-sualda bu zikrin rol oynayacağını ayət bizə qoyur ortalığa. Nəyə görə sorğu-sual olacaq? Sualını qoysaq, cavab belədir. Çünki şəhiddir o. Dəlil artıq təqdim edilibdir bizə. İndi burada hesab bərabərdir, şahidliyə əsaslanar. Şahidlik bərabər olur, Qur'ana əsaslanır yəni. Deməli, hesab şahidliyə əsaslanır, şahidlik də Qur'ana əsaslanır. Anlaşıldı? Hesab şahidliyə bağlı məsələdir, şahidlik də Qur'ana bağlı məsələdir. Bunu anladıq bura qədər, indi davam edirik. Nisa 174-cü ayədə ifadə budur. Qad ca'akum burhanun min rabbikum və enzelna ileykum nuran mubina. Burada nə keçir ifadədə? Artıq sizə gəlmişdir bu sizin Rəbbinizdən burhan, dəlillər və nazil eləmişik və enzelna biz nazil eləmişik sizə nuran mubina, apaçıq bir nuru, bir aydınlığı aydınlandıran. Yəni Qur'an aydınlaşdırılmağa ehtiyacı olan bir kitab deyil. Qur'an aydınlaşdıran bir kitabdır. Yəni Qur'anı aydınlaşdıran bir kitab gözündə görməyənlər azğındılar. Qur'an, insan bir şey məsələdə aydınlıq hasil etmək üçün Qur'ana əsaslanmalıdır. Dini məsələdə söhbət gedir təbii ki. Amma adamlar gəlir, Qur'anı aydınlaşdırmağa çalışırlar. Aydınlaşdıran bir kitabı aydınlaşmağa ehtiyacı olan bir kitab olaraq təqdim etdilər. Mövzu bu deyil təbii ki. Burada ayə nə deyir bizə? Burhan nədir burada? Şahid deyil, şəhid, yəni sübutdur. Burada burhan Qur'andır, nur Qur'an olur. 2 dəfə vurğulanır bu ifadə. Dəlil artıq nazil olubdur deyir. Artıq dəlili sizə nazil etmişəm yəni. Yəni burhanın nuran mubin olduğunu Allah ortaya qoyur ki, bu burhan Qur'an olur. Deməli Qur'an burhandır. Qur'anın bir adı nə oldu? Burhan. Aydındır, Qur'anın sifətini qoydu ortalığa. Və bu burhan nuran mubindir. Yəni burhanı da açıqlayır ki, Allah nədir? Açıqlanmış, mubin olan bir nurdur yəni. Yəni dəlillər ki var, bu dəlillər apaçıq şəkildədir. Və bu iki ifadə çox muhtəşəm Allah ifadə etmişdir. Və buradan biz başa düşürük ki, Allahın kitabı, Allahın nazil etdiyi dəlildir, şəhiddir. Və bu şəhid bürhan olaraq adlanmışdır. Bürhanın anlamını isə bizə açıq olan bir aydınlıq, nur olduğunu qoymuşdur. Və biz onunla hesaba çəkiləcəyik. Çünki hesabda şəhid və şahid məsələsi var. Və bu Qur'anla gerçəkləşəcəyi apaçıq şəkildə göstərilmişdir. İnşallah ki, burada bu mövzunu yekunlaşdırıram. Burada ikinci kateqoriyanın qəti nəticəsini deyək inşallah. Qur'ana görə Qur'an şahidlik edən deyil, Qur'an şəhidlik üçün əsasdır. Qur'anın yanına əlavə edilən hər dini dəlil ya Qur'ana rəqib olur, ya onu yetərsiz göstərir. Xahiş edirəm, buna diqqət edəyin. Deməli, anladığımız nədir? 1. Qur'an şahidlik edən deyil,
Quran şahidlik üçün əsasdır. İki, bu. Üçüncü, Qur'anın yanına əlavə edilən hər dini dəlil ya Qur'ana rəqib olur, ya onu yetərsiz göstərir. Bu isə Ənam 19-cu ayənin açıq pozuntusunu ortaya qoyur ki, ayəni qoyduğu düsturu, həddi dağıdır. Yəni biz gətirib Qur'anın yanına bir kitab qoysaq, bu əslində Qur'anın müdafiə edəni olmur. Ya onunla rəqabət eləyir, ya da onu yetərsiz göstərir. Başqa yolu yoxdur yəni. Odur ki, Qur'ana rəqib kitablar qoydular, ya da Qur'anın yanına onu dəstəkləmək üçün kitab qoyursan dediyin zaman, yəni o yetərsizdir tək olaraq. Gərək bu olsun ki, o tamamlanmış olsun, yetərli olsun deyə. Allaha sığınıram bu hərəkətdən. Burada inşallah bu tamamlanmış olur. Burada çox kritik nöqtə var. Əgər şahidlik dəlil gətirməkdirsə, şəhid dəlilin özüdür. O zaman diqqət eləyək. Hədis şəhid ola bilməz. Alim sözü şəhid ola bilməz. Məzhəb üsulu şəhid ola bilməz. Niyə? Çünki Allah onları nazil etməyib, Burhan adlandırmayıb, Nurən Mubin deməmişdir onlara. O zaman siz bunların necə gətirib alim sözünü, hədisi, məzhəb üsullarını necə gətirib şəhid adlandıra bilərsiniz? Allahın şəhidinin yanına necə bunları gətirib şahidlik edərək qoyursunuz? Ya özünüzü ilah adlandırırsınız, ya da bu kitabların müəlliflərini ilah adlandırmış olursunuz. Yəni siz müşrik olursunuz. Siz Allah'tan başqa ilahların olduğunu iddia etmiş olursunuz. Bunu dilinizlə deməsəniz belə, əməliniz və metodunuz bunu göstərmiş olur. Sizin ortaya qoyduğunuz sistem metodu Allah'tan başqa ilahların olduğuna dəlil gətirməkdir. Bunu göstərir yəni. Nə olsun ki deyirsiniz ki, la ilahə illallah. Nə olsun ki deyirsiniz ki Allah'tan başqa ilah yoxdur, o təkdir, şəriki yoxdur. Bunu desəniz də sizin etdiyiniz əməl, hərəkət sizin Allah'tan başqa ilahın olduğunu edən adamların əməlidir. Hristiyanların etdiyini etdiniz, Yahudilərin etdiyini etdiniz siz. İnşallah ki bundan sonra 4-cü hissə video bu mövzuda davam edəcəkdir və 3-cü kateqoriya olaraq bu hissədə Peyğəmbərlərin şahidliyi məsələsini ələ alacağıq və onlar bu şahidlik məsələsində hansı rolu yükləniblər, nə iş, vəzifələri nə idi və onların şahidlik deyəndə Allah kitabda onların şahidliyindən danışanda nəyi qəsd etmişdir? İnşallah gələn hissədə bunu sizə çatdıracağıq. Əssəlamu aleykum və rəhmətullah.